Salam, hörmətli tərbiyəçi müəllimlər, məktəbəqədər MİQ və sertifikasiya imtahanına hazırlaşan tərbiyəçi müəllimlər. Sizinlə mənəm, təlimçiniz Şimnaz Şıxverdiyeva və bugün biz sizinlə müəllimlərin etik davranış qaydaları mövzusuna baxacağıq. Baxacağıq ki, etik davranış qaydaları özündə hansı məsələləri ehtiva edir? Biz imtahana hazırlaşarkən MİQ və yaxud sertifikasiya imtahanına fərq etməz. Bu imtahanlara hazırlaşarkən etik davranış qaydaları haqqında nəzəri cəhətdən nələri bilməliyik və həmçinin də praktikamıza bunu necə tətbiq edə bilərik? Bu barədə də sizinlə söhbət edəcəyik. Öncədən sizdən xahişim ondan ibarətdir ki, əgər kanalıma yüklənən ödənişsiz video izahlar haqqında vaxtında məlumat almaq istəyirsinizsə, mənim kanalıma abunə olmağı, şərh yazmağı və videoları bəyənməyi unutmayın. Kanala abunə olun ki, vaxtaşırı mən sistemli şəkildə videoları yükləyirəm öz kanalıma, bu izahları yükləyirəm və həmin izahlardan vaxtında və tez xəbərdar olmaq üçün kanala abunə olun və izahları dinləyin. İndi gəlin baxaq, müəllimlərin etik davranış qaydaları deyəndə biz nələri nəzərdə tuturuq və bu baxımdan ümumi müddəalar nələrdir? Bugün biz sizinlə etik davranış prinsipləri və onlara uyğun tələblər haqqında əsasən danışacağıq. Bu mövzu əslində çox geniş bir mövzudur. Mən düşünürəm ki, onu bir neçə hissəyə ayırıb sizə izah etsəm, izahlarını elə yerləşdirsəm daha səmərəli olar. Çünki bu kimi izahlar uzun-uzadı olanda onları yadda saxlamaq da çətin olur. Amma daha qısa məqsədə çatmaq üçün bilirsiniz də, böyük bir məqsədə çatmaq üçün biz nə edirik? Müəyyən hissələrə bölürük, böyük məqsədimizi daha kiçik hissələrə bölürük və həmin hissələrə yavaş-yavaş vaxt ayıraraq, ona fokuslanaraq, bir-bir, mərhələ-mərhələ, pillə-pillə addımlayaraq, hissələrə bölərək ən əsas məqsədimizə çatırıq. Bu mövzu da həmçinin elədir. Bu geniş bir mövzudur və hamısını bir gündə izah etməkdənsə mən düşündüm ki, etik davranış qaydalarının prinsipləri haqqında və onlara uyğun tələblər haqqında bugün sizinlə danışaq və etik davranış qaydalarının digər hissəsinə, ardına növbəti dərslərimizdə baxarıq. İndi gəlin baxaq ki, ümumi müddəalar nələrdir və izaha keçməzdən öncə mən xatırlatmaq istəyirəm ki, onlayn ödənişli dərslərimizə qoşulmaq üçün mənə şəxsidə WhatsApp üzərindən yaza bilərsiniz. 055 933 55 75 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz. Və həmçinin də bu mətnin, bu izahın sadə izahda olan PDF-ini əldə etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz, onu da əldə edə bilərsiniz. İndi gəlin baxaq, ümumi müddəalar özündə nəyi əks etdirir? Müəllimlərin etik davranış qaydaları dedikdə, yəni bu sənəd Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş müəllimlərin etik davranış qaydaları sənədinin əsas məzmununu təqdim edir. Yəni bu sənədin içindəki əsas məsələləri təqdim edir. Və onun əsasında müəllimlərin davranış standartları, etik prinsipləri və vəzifələri tənzimlənir, idarə olunur. Deməli, həmin sənədin ümumiləşdirilmiş qısa məzmununa, qısa xülasəsinə baxsaq, belə bir nəticəyə gələ bilərik ki, etik davranış qaydaları müəllimlərin bütün təhsil səviyyələrindəki davranışlarını və münasibətlərini tənzimləyir. Yəni bu, məktəbəqədər təhsilə də aiddir, ümumi təhsilə də aiddir, eləcə də ali təhsilə də aiddir. Yəni müəllimlər təhsilin bütün pillə və səviyyələrində eyni etik davranış qaydalarına riayət etməlidirlər. Yəni bu fərqlənmir. Hamı üçün, bütün müəllimlər üçün eynidir. Həm bağça müəllimləri üçün, həm orta məktəb müəllimləri üçün, həm də ali təhsil sahəsində çalışan müəllimlər üçün. Yəni bu həm mənə də aiddir, həm sizə də aiddir. Mən universitetdə tədris edirəm, siz isə məktəbəqədər təhsil müəssisələrində tədris edirsiniz. Ali təhsil son səviyyə hesab olunur. Məktəbəqədər təhsil isə ilk səviyyə hesab olunur və siz əsasən tərbiyəçi müəllimlər təhsilin təməlini qoyursunuz. İndi gəlin birlikdə bu məsələlərə baxaq. Yəni bu qaydalar, etik davranış qaydaları təhsil haqqında qanun və digər hüquqi sənədlərə əlbəttə ki, əsaslanır və burada əsas məqsədlər nələrdir? Yəni müəllimin etik davranış qaydalarının əsas məqsədləri nələrdir? Belə sadə dillə izah eləsək, yadda saxlayaq. 1. Ən əsas məqsədi təhsildə sağlam işgüzar mühit yaratmaqdır. Və daha sonra müəllimə və təhsil müəssisələrinə əlbəttə ki, nəyi? Etibarı, etimadı artırmaqdır. Yəni ictimai
etimadı artırmaqdır. Yəni məktəbin icması, məktəbəqədər təhsil müəssisəsinin icması məktəbə, həmin təhsil müəssisəsinə nə etməlidir? Etimad etməlidir, etibar etməlidir. Və əlbəttə ki, daxilində də işgüzar mühit sağlam olmalıdır. Və həmçinin etik davranış qaydaları maraqların toqquşmasının qarşısını almağa da xidmət eləyir. Həmçinin də ən əsas məsələlərdən biri də bu hissəni diqqətlə yadda saxlayın, müəllimin nüfuzunu yüksəltməyə xidmət eləyir. Yəni müəllim etik davranarsa, etik çərçivədə davranarsa nüfuzlu ola bilər. Yəni qeyri-etik davranışlar sərgiləyən müəllim əlbəttə ki, nə cəmiyyətdə, nə öz sinifində, nə çalışdığı müəssisədə nüfuz sahibi ola bilərmi? Yəni ola bilməz. Bu səbəbdən etik davranış qaydaları vacibdir. İndi gəlin baxaq, davam eləyək, görək ki, bəs etik davranış qaydalarının prinsipləri və onlara uyğun tələblər nələrdir? Burada qeyd olunub ki, müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə nə etməlidir? Ciddi şəkildə əməl etməlidir, yəni riayət etməlidir. Birinci əməl etməli olduğumuz məsələ bizim qanunun aliliyidir. Yəni, sənəddə də qeyd olunduğu kimi, müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, həmçinin də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Yəni, buna belə bir izah verə bilərik ki, müəllimlər peşə fəaliyyətində yalnız qanunla müəyyən edilmiş çərçivədə hərəkət etməlidirlər. Yəni, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, beynəlxalq müqavilələrə və əlbəttə ki, insan hüquqlarına hörmətlə yanaşmalıdırlar. Müəllimlər həmçinin demokratik prinsipləri qorumağa borcludurlar. Bu prinsip müəllimin dövlətə və cəmiyyətə qarşı olan məsuliyyətini əlbəttə ki, vurğulayır, düzdürmü? Və burada hansı tələblər qoyulur müəllimin qarşısındakı qanunun aliliyinə riayət etmək üçün? Müəllimdən nə tələb olunur? Yəni, müəllim qanuni, etik və sosial məsuliyyətlərini daim nəzərə almalı və bunları əlbəttə ki, nə etməlidir? Həyata keçirməlidir. Yəni, bu kağız üzərində, sənəd üzərində qalınası bir məsələ deyil. Və müəllim, məsələn, sinifdə heç vaxt şagirdlərin hüquqlarını pozmamalıdır. Müəllim qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə əlbəttə əməl etməlidir. Təhsil işçilərinin hüquqlarına qorumağa diqqət etməlidir. Yəni, həmkarlarının da həmçinin. Və burada belə bir nümunə ilə biz bu qanunun aliliyi məsələsini bir nümunə üzərindən daha sadə şəkildə izah etsək, yəni bir müəllim məktəbəqədər təhsil müəssisəsində və yaxud ümumi təhsildə şagirdlərə və yaxud qrupdakı uşaqlara, yəni qaydaları pozaraq xüsusi imtiyazlar verməməlidir və heç bir şagirdə daha üstün münasibət göstərməməlidir. Məsələn, deyək ki, ödənişli təhsil alır, hər hansısa bir müəssisədə şagird, biri təhsil haqqı ödəmədiyi halda həmin şagirdə qarşı, tələbəyə qarşı xüsusi güzəştlər tətbiq etmək qanuna ziddir. Yəni, əgər ödənişlidirsə təhsil, burada təhsil alan bütün tələbələr həmin ödənişi həyata keçirməlidir. Yəni, biri ödəyib, digəri ödəməsə, yəni qanunda nəzərdə tutulan istisna hallar çıxmaq şərti ilə. Yəni, bu hamıya şamil olunur. İndi gələk ikinci prinsipə baxaq, vicdanlılıq. Vicdanlılıq müəllim cəmiyyət və dövlətin maraqlarından öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur anlamına gəlir. Və müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Yəni, müəllim öz işini cəmiyyət və dövlətin maraqlarına uyğun olaraq dürüst və səmərəli şəkildə yerinə yetirməlidir. Yəni, vicdanlılıq nədir? Dürüstlük, səmərəlilik və həmçinin hər bir uşaq üçün vicdanlılıq nümunəsi olmalıdır. Yəni, bir rol model olmalıdır ki, uşaqlar da müəllimin o vicdanlılığına baxıb nümunə götürsünlər, rol model alsınlar müəllimi. Və bu prinsip müəllimlərin şəxsiyyətinə və fəaliyyətinə əlbəttə ki, nə qatar? Əlbəttə ki, dəyər qatar. Və buradakı tələblər nələrdir? Yəni, müəllim öz fəaliyyətində daima vicdanla hərəkət etməlidir. Uşaqlara qarşı ədalətli və bərabər olmalıdır. Müəllim dərslərdə yalnız nəzəriyyə və praktikanı deyil, cəmiyyətə faydalı olmağı da ön plana əlbəttə çəkməlidir. Yəni, bir müəllim məşğələ zamanı mövzuya tamamilə hazır olmadan həmin qrupa həmin mövzunu keçməməlidir və hər bir uşağın anlayış səviyyəsinə uyğun dərs materiallarını təqdim etməlidir. Yəni, həmçinin həmin məşğələləri təsadüfi şəkildə, yəni üzərindən keçməməlidir. Yəni, bizim bir borcumuz var da,
uşaqlara qarşı ki, onlara bütün mövzuları mənimsətməliyik və üzərindən keçməməliyik. Dırnaqarası yanaşmamalıyıq, laqeyd olmamalıyıq. Baxın, bu vicdanlılıq dərs dediyimiz uşaqların inkişafına laqeyd olmamaq anlamına əslində gəlir. İndi gəlin baxaq növbəti bəndimizə. Peşəkarlıq və fərdi məsuliyyət. Müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının dedik ki, qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə əlbəttə ki, məsuliyyət daşıyır. Yəni, burada biz nəyi nəzərdə tuturuq? Yəni, müəllim öz işini yüksək peşəkarlıqla yerinə yetirməli, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində fəaliyyət göstərməlidir. Yəni, onun hansı səlahiyyətləri varsa, həmin səlahiyyətləri aşmamalıdır. Və hər bir müəllim öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır. Bu prinsip müəllimin öz fəaliyyətinə qarşı da olan yüksək tələbkarlığını əlbəttə ki, vurğulayır, önə çıxarır. Yəni, burada hansı tələblər var? Müəllim peşə fəaliyyətini ən yüksək standartlarla uyğun yerinə yetirməli və öz həmkarlarına, eləcə də dərs dediyi uşaqlara nümunə olmalıdır. Yəni, müəllim özünə öhdəliklər götürməlidir tədris prosesində və həmin öhdəlikləri tam şəkildə yerinə yetirməlidir ki, bu da müəllimin peşəkarlığıdır, fərdi məsuliyyətindən xəbər verir. Və biz baxırıq burada, deməli, bir müəllim dərs hazırlığına, yəni vaxt ayırmalıdır da, məşğələni keçməzdən əvvəl biz həmin məşğələyə uyğun müəyyən bir hazırlıq görməliyik. Bizim dərs planımız olmalıdır. Qabaqcadan biz hazırlaşmalıyıq və uşaqların inkişafını da izləməliyik, onları müşahidə etməliyik, qiymətləndirməliyik və onların təhsilinə dəstək veririk də. Yəni, biz bu fəaliyyətimizlə bir fərdi məsuliyyət göstərib, müəllim kimi məsuliyyət daşıyıb, onların təhsilinə dəstək veririk bu yollarla. Məsələn, bir uşağın zəif olduğu mövzu ilə bağlı ona əlavə dəstək göstəririk, onu da daha yaxşı, daha səmərəli qiymətləndirmək üçün əlavə onunla söhbətlər təşkil edirik. Bu, əlbəttə ki, nədir? Peşəkar və məsuliyyətli davranışdır, mən deyərdim. İndi baxaq növbəti bəndə, loyallıq. Bu hissəyə diqqətlə baxaq. Loyallıq deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni, müəllim onun peşə və vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar, yəni qanunsuz fəaliyyət istisna olmaqla, burada söhbət qanuni fəaliyyətdən gedir. Tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Yəni, müəllim işlədiyi təhsil müəssisəsi və rəhbərliyi ilə bağlı tənqidi ictimai mülahizələrdən, açıqlamalardan və onların fəaliyyətinə qiymət verməkdən çəkinməlidir. Yəni, əgər burada bir qanunsuzluq yoxdursa və bu prinsipə uyğun davranmaq müəllimin öz iş yerinə qarşı olan məsuliyyətini və əlbəttə ki, hörmətini göstərir. Müəllim, yəni, məxfi məlumatları, tənqidi məlumatları, əgər bu yersizdirsə, qanunsuzsa, əlbəttə ki, açıqlamamalıdır və əməkdaşlıq etməyi bacarmalıdır əlbəttə ki. Yəni, tutalım ki, bugün sosial şəbəkələrdə tez-tez məlumatlar paylaşılır və çox aktualdır da bu mövzu. Bir müəllim, bir tərbiyəçi müəllim məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti haqqında sosial şəbəkələrdə mənfi rəylər deyək ki, paylaşmamalıdır. Əgər bir müəssisədə problem varsa, müəllim onu nə etməlidir? Birinci növbədə rəhbərliyə bildirməlidir də və öz müsbət töhfəsini əlbəttə ki, bundan verir ki, rəhbərliyə bildirir. Bir var, problemi görən kimi gedib onu sosial şəbəkələrdə işıqlandırırıq, araşdırmadan, dəqiqləşdirmədən. Bir də var ki, bunu rəhbərliklə bölüşürük və problemin həllinə yönəlik olmalıdır bu baxımdan. Və indi gəlin baxaq, mədəni davranış. Müəllim təhsil alanlarla, rəhbərlik və həmkarları ilə davranışında biz bilirik ki, nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar əlbəttə ki, iradları, tənqidi fikirləri qəbul etməyi bacarmalıdır. Yəni, bunu qiymətləndirməlidir. Yəni, özündə bir daxilində bu tənqidləri qiymətləndirməyi bacarmalıdır və onlardan düzgün nəticə çıxarmalıdır. Yəni, biz müəllimlər səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalıyıq öz işimizdə. Xarici görkəmimizə, geyimimizə xüsusi fikir verməliyik və hər zaman səliqəli olmalıyıq. Yəni,
Bu bizim əsas mədəni davranışımızın əsas hissəsini təşkil edir bu məsələlər və müəllimlər həmkarları ilə, yəni biz müəllimlər həmkarlarımızla və şagirdlərimizlə, tələbələrimizlə, uşaqlarla qarşılıqlı münasibətlərdə mədəniyyətli, nəzakətli, təmkinli olmalıyıq. Yəni bu prinsipi gözləmək həm təhsil mühitinin səmimi və peşəkar olmasına kömək edir. Həm də müəllim-şagird münasibətlərində də müsbət bir abu-hava yaradır da əlbəttə ki. Yəni burada bizim qarşımızda hansı tələblər var? Tənqidlərə açıq olmaq, başqalarının fikirlərini düzgün qiymətləndirməyi bacarmaq və müəllim həmkarlarımızla, uşaqlarla dostca münasibət qurmaq, onlara qarşı hörmətlə yanaşmaq. Yəni biz müəllimlər sinifdə və yaxud məktəbəqədər qruplarda irad bildirərkən həmişə nəzakətli və incə şəkildə uşağa doğru istiqamət verməli bacarmalıyıq. Məsələn, bu işi düzgün etdiniz, amma gələcəkdə belə etməyə çalışın deyə şagirdin hörmətini qoruyaraq, yəni konstruktiv rəy dediyimiz o məsələ var, konstruktiv rəy verərək yönləndirməliyik. İndi baxaq növbəti bizim bəndimizə, qərəzsizlik. Qərəzsizlik deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalıdır. İrqinə, milliyyətinə, dilinə, cinsinə və sosial mənşəyinə, dini münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Yəni müəllimlər heç bir halda irq, milliyyət, dil, cinsiyyət, sosial mənşə, din, əqidə və ictimai mənsubiyyətə görə uşaqlara və yaxud onların valideynlərinə həmçinin fərq qoymamalıdır. Yəni bizim üçün bütün uşaqlar bir olmalıdır. Biz ədalətli yanaşmalıyıq. Bütün valideynlər bir olmalıdır. Yəni bu prinsip biz müəllimlərin bərabər hüquq və imkanlara hörmət göstərməyimizi təmin edir və özündə ihtiva edir. Yəni buradakı tələblər əsas nədir? Yəni biz müəllimlər bütün uşaqlara bərabər yanaşmalıyıq. Heç bir şagirdi, heç bir uşağı ayrı seçkiliklə qiymətləndirməməliyik. Ayrı seçkilik salmamalıyıq onların arasında. Və öz maraqlarımızı və ya maraqlı şəxslərin də maraqlarını təhsil fəaliyyətinə təsirini imkan verməməliyik ki, bu maraqlar orada toqquşsun və yaxud hansısa bir marağa xidmət etmək, yəni bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Və məsələn, deyək ki, bir nümunə üzərindən bunu sizə daha asan izah eləməyə çalışıram. Baxaq ki, məsələn, bir müəllim, məsələn, ailəsi sosial cəhətdən, maddi cəhətdən yaxşı olan bir uşağı daha az imkanı olan uşaqdan üstün qiymətləndirməməlidir. Yəni onların sosial statusu sinif şəraitində hiss olunmamalıdır. Yəni bir uçurum şəklində, ayrı seçkilik şəklində müəllim buna çox ciddi riayət etməlidir və bütün uşaqlara eyni dərəcədə diqqət, dəstək və qayğı göstərməliyik. İndi gəlin baxaq növbəti bizim bəndimizə, gender bərabərliyi. Gəlin baxaq gender bərabərliyi deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsil alanların, yəni uşaqların bərabərlik prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir. İndi gəlin baxaq. Yəni müəllim tədris prosesində qız və oğlan şagirdlərə bərabər imkanlar yaratmalıdır. Yəni bu şagirdlər oğlandır deyə daha üstün tutulmamalıdır və yaxud bu şagirdlər qızdır deyə daha aşağı nəzərdə tutulmamalıdır və yaxud bu əksinə də ola bilər. Qızdır deyə üstün tutulmamalıdır. Yəni gender cəhətdən bərabər olmalıdır. Həm qız şagirdlər, həm oğlan şagirdlər. Və biz baxırıq burada nəyə? Yəni onların hər iki cins üçün biz bərabər imkanlar yaratmalıyıq. Yəni bu prinsip məktəbdə gender bərabərliyinin təmin edilməsini və hər iki cinsin də eyni şəraitdə təhsil almasını bilirsiniz ki, dəstəkləyir. Və baxaq, burada hansı tələblər bizim qarşımızda ola bilər? Yəni müəllimlər dərslərdə və təşkil etdikləri fəaliyyətlərdə kişi və qadın uşaqlara eyni imkanlar yaratmalıdır. Yəni biz oğlan uşaqlarına da eyni imkanlar yaratmalıyıq dedik, qız uşaqlarına da eyni imkanlar yaratmalıyıq və gender bərabərliyinə hörmətlə yanaşmalıyıq. Yəni cinsiyyətə görə hər hansısa bir fərq qoymamalıyıq. Yəni olur biz cəmiyyətdə də qarşılaşırıq ki, müəyyən gender bərabərliyi müəyyən situasiyalarda pozulur. Amma biz sinifimizdə və bütün fəaliyyətimizdə istər icma ilə əməkdaşlıqda, istər valideynlərlə əməkdaşlıqda bu məsələni daim aktual və etik davranış prinsiplərinə uyğun olaraq tənzimləməliyik. Yəni biz ayrı seçkilik salmamalıyıq. Və yaxud belə bir hal müşahidə ediriksə, müəllimin bir funksiyasıdır ki, yəni onun ziyalılığına, müəllim ziyalılığı deyən bir anlayışa yaraşan bir hərəkət olar ki, daim müdaxilə edib həmin məsələyə əgər belə bir halla qarşılaşırsa,
ki, gender bərabərliyi pozulur. Həmin ailə ilə mütləq söhbət etmək, maarifləndirmək, yəni bu da müəllimin vəzifə funksiyalarından biridir və mən düşünürəm ki, bu sahədə də daha çox maarifləndirməyə əlbəttə ki, ehtiyac var və bunu biz müəllimlər həyata keçirməliyik və baxaq görək burada məsələn bir nümunə deyək də, idman məşğələsində və yaxud idman dərsində deyək ki, yalnız oğlanlara deyil, qızlara da həmin yarışda, həmin idman prosesində liderlik, yəni iştirak imkanı verməlidir. Hər iki cinsə eyni dərəcədə dəstək göstərilməlidir. Yəni deyək ki, idman dərsidir. Müəllim oğlanlara daha çox liderlik verir, daha çox onları həvəsləndirir, motivasiya eləyir, amma qızlara qız olduğu üçün ikinci dərəcəli yanaşır. Yəni fiziki göstəricilərinə görə ola bilər, amma bu belə olmamalıdır da. Yəni hər iki cinsə bərabər imkanlar yaratmalıyıq. İdman dərsində həm oğlanlara öncəlik verilməlidir, həm qızlara öncəlik verilməlidir. Hər ikisi dəstəklənməli və motivasiya olunmalıdır. İndi gəlin baxaq. İctimai etimad. Deməli, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa əlbəttə ki, nədir, borcludur və müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalıdır. Yəni, ictimai etimadın bərpasına çalışmalıdır və burada bir məsələ də var. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinin, yəni jurnalistlərin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlandırılmasına da köməklik göstərməlidir. Yəni müəllimlər təhsil müəssisəsindəki nüfuzunu qorumağa, təhsil sisteminə və təhsil işçilərinə, öz həmkarlarına olan ictimai etimadı artırmağa borcludurlar və bu həm də təhsil sahəsində cəmiyyətin müəllimlərə olan hörmətinin qorunması üçün də vacibdir, düzdürmü? Əgər müəllim öz ictimai etimadını qorumursa, öz çalışdığı müəssisənin, öz həmkarlarının ictimai etimadını qorumursa, bu əlbəttə ki, cəmiyyətin də müəllimlərə olan hörmətinin azalmasına gətirib çıxara bilər. Və bu baxımdan təhsil sahəsində cəmiyyətin müəllimlərə olan hörmətini qorumaq, yəni çox vacibdir. İndi burada baxaq hansı tələblər var. Müəllimlər öz peşə fəaliyyətlərini etik qaydalara uyğun aparmalıdırlar. Yəni ictimai etimad qazanmalıdırlar. Yəni insanların gözündə, icmanın gözündə, cəmiyyətin gözündə etimad qazanmalıdırlar. Müəllimlər etik qaydaları pozduqda dərhal bu pozuntunun düzəltməli və ictimai etimadı, cəmiyyətin qarşısında olan nüfuzunu bərpa etməyə çalışmalıdırlar. Mən düşünürəm ki, burada belə bir nümunə gətirə bilərik ki, deyək ki, bir müəllim sinifdə və ya məktəbdə etik olmayan hərəkətlər etdikdə dərhal məsuliyyətini qəbul etməlidir və səhvini düzəltməlidir və ictimai etimadı əlbəttə ki, bərpa etməlidir. Və bizim sonuncu prinsipimiz olan konfidensiallıq haqqında gəlin danışaq. Baxın, bu da çox maraqlıdır və konfidensiallıq deyəndə biz nəyi nəzərdə tuturuq? Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsil alanların, yəni uşaqların, şagirdlərin, onların valideynlərinin, həmçinin öz həmkarlarının, müəllim yoldaşlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını, yəni gizliliyini təmin etməlidir. Konfidensiallıq gizlilik deməkdir. Və müəllimlər təhsil alanların şəxsi məlumatlarını yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda açıqlamalıdırlar. Yəni, əgər qanunla tələb olunursa açıqlamalıdır. Digər halda bu gizli saxlanılmalıdır, konfidensial saxlanılmalıdır. Və bu prinsip şagirdlərin və valideynlərin şəxsi məlumatlarını qorunmaq üçün var. Yəni, buna xidmət edir. Burada tələblər nələrdir? Müəllimlər şəxsi məlumatları dediyimiz kimi gizli saxlamalıdır. Yalnız qanuni tələb olduğu halda məlumatları paylaşmalıdırlar. Yəni həmçinin öz həmkarlarının şəxsi məlumatlarını da qorumağa diqqət etməlidirlər. Yəni əgər iki müəllim yoldaş arasında səmimi bir söhbət olursa və burada hər hansısa bir müəllim öz şəxsi məlumatlarını, öz həmkarını ötürürsə həmin söhbət əsnasında, digər müəllim bunun gizliliyini qorumalıdır. Yəni onu bütün hər kəsə həmin məlumatı yaymamalıdır. Və müəllim bir şagirdin, məsələn tutalım ki, buradan bir nümunə götürək. Bir şagirdin ailə məsələləri haqqında məlumatı başqalarına açıqlamamalıdır. Ola bilər ki, hər hansısa bir şagird öz ailə məsələsi haqqında, hər hansısa bir valideyn öz ailə məsələsi haqqında müəllimlə müzakirə aparır və bu gizli bir məlumatdır. Müəllim bu məlumatı yalnız müvafiq şəxslərlə, o da qanunla tələb olduğu halda paylaşa bilər. Yəni öz şagirdlərinin də, valideynlərinin də konfidensiallığını, gizliliyini, məlumat gizliliyini qoruyub saxlamalıdır. Mən düşünürəm ki, bu müasir dövrdə çox vacib olan prinsiplərdən biridir və bugün izahımız bizim
deməli, oldu. Müəllimin etik davranış prinsipləri və onlara uyğun tələblər nələrdir? Bu haqda biz məlumat verdik. Bu mövzu geniş mövzudur. Dediyim kimi, ardını növbəti dərslərimizdə baxacağıq və məktəbəqədər MİQ və sertifikasiya imtahanına hazırlaşan tərbiyəçi müəllimlərə demək istədiyim budur ki, əgər izahlar haqqında vaxtında məlumat almaq istəyirsinizsə, ödənişsiz izahlar haqqında məlumat almaq istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın ki, videolar yükləndikcə həmin videolardan dərhal xəbər tuta biləsiniz və ödənişli dərslər haqqında mənimlə 055 933 55 75 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz. Sizinlə mən idim, təlimçiniz Çimnaş Verdiyeva və növbəti mövzuların izahı da sabahdan etibarən mən sizinlə hər gün izahlarımızı paylaşacağım. Əgər sizə bu video faydalı oldusa, videonu bəyənməyi, şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Eləcə də bu mövzu ilə bağlı hər hansısa bir sualınız yaranarsa, əlavə izaha ehtiyac olarsa, mənimlə WhatsApp üzərindən əlaqəyə də keçə bilərsiniz. Mən sizə bütün hallarda həm ödənişli dərslərimizdə, həm ödənişsiz izahlarla da dəstək olmağa, kömək olmağa hazıram. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti izahlarda görüşərik. Hər birinizə uğurlar arzulayıram.